Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Biz Salihlərin Baxsası kitabının 9-cu bölümü davam edirik. Müəllif Rahmanullah bu bölümdə bir neçə ayələr zikr eləmişdi. Və onlardan da biri Əfələm yəsiru fil ardı fəyanzuru. Biz burada qalmışdıq da, mələkə ikinci səfər burada qalmışdıq, bəli. Yəni onlar yer üzündə gəzib baxmırlarmı? Müəllif Rahmanullah burada ayəni tam gətirmir. Yəni Quran-ı Kərimdə çünki bir neçə ayələrdə keçdiyi üçün bu yer. Ona görə tam ayənin hamısını gətirmir. Yəni çox ayələr vardır ki, Allah Azze və Cəllə qullarını həvəsləndirir ki, onlar yer üzündə gəzib, qoy özlərindən öncəkilərin aqibəti necə olub ona baxsınlar. Necə Allah Subhanahu onları həlak edibdir. Necə onlara bəyalar gəlib, harda gəlib, onlara baxsınlar. Onlardan biri məsəl üçün Qital surəsində. Qital surəsi burada Tövbə surəsində deyirlər və Ənfəl surəsində Qital və yaxud da ki, üzr istəyirəm, estağfurullah. Qital surəsi Muhammed surəsi. Muhammed surəsində Qital surəsi deyirlər. Əfələm yəsiru fil ardı fəyanzuru keyfə kənə aqibətullezine min qablihim dəmmərallahu aleyhim vəl kəfirin əmsəluhə. Muhammed surəsi 10-cu ayədə Allah deyir ki, onlar yer üzündə gəzib baxmırlarmı? Yəni əfələm yəsiru gəzmirlərmi? Yəni gəzib fəyanzuru baxmırlarmı? Onlardan öncəkilərin aqibəti necə oldu? Allah Teala onları həlak elədi. Vəl kəfirinə əmsəluhə. Onların mislində olan kafirlər də həmçinin. Bəzi kafirlər də onların mislində olan kafirlər də həlak elədi. Allah Subhanahu taala burada əmr edir ki, seyr eləsinlər. İnsan seyrə çıxması arada yaxşıdır. Tək toplum şəkildə çıxıb seyr eləmək, Allah Taala yaratdıqlarını fikirləşmək, bu yaxşı şeydir. Bu da iki mənadadır. Birinci qismə bölünür. Birinci qism insan qədəmləri ilə, ayağı ilə yəni gedir, seyr edir. Velosipedlə, maşınla, samolotla qədəm yəni belə deyək gedir. İkincisi isə qəlbi ilə seyr eləməsidir. Qədəmi ilə seyr eləmək, qədəmlə seyr eləmək, insan yer üzündə qədəmləri ilə gəzir və yaxud da minik üzərində gəzir, istər maşın olsun, istər dəvə olsun, istər samolot olsun, bundan başqa olan şeylərdə hətta kafirlərə nələr baş vermişdir, onları görsün, onlara baxsın. Yəni kafirlərin halı necə olubdur? İkinci isə qəlblə. Qəlblə olan seyr necədir? İnsan bunları fikirləşməklə, yəni onlar barəsində gələn xəbərləri, nəql olunan xəbərləri fikirləşməklə olur. Qəlbi seyir deyirlər buna. Ən səhih olan, ən doğru olan kitab, ən faydalı olan kitab əvvəlkilərin xəbərlərini nəql edən Allahın Azza və Cəllənin kitabı olubdur. Əvvəlkilərin halını nəql edibdir. Ləqəd kənə fi qasasihim ibratun li ulul əlbəb. Ağıl sahibləri üçün onların qissələrində, hekayələrində ibrət vardır. Oxuyursan, özündən öncəki millətlərin halını və orada ağıl sahibləri oradan ibrətlər götürür. Yusuf surəsi 111-ci ayə. Quran bu xəbərlərlə doludur. Hansı xəbərlərlə? Hansılar ki, rəsulları yalanlayıblar və yaxud da ki, rəsullara kömək ediblər. Allah Subhanahu taala bunların hamısının aqibətini bildirib. Yalanlayanların da, rəsullara yardım edənlərin də hamısının aqibətini bildiribdir. Bunun üçün də insana lazım olan odur ki, bu ayələr hansılar ki, kimlər ki, qabaqda keçmiş xəbərləri, bu ayələri oxusun və onların mənasını axtarsın, təfsirinə baxsın, hətta bu işdə bəsirət üzərində olsun. Beləliklə, həmçinin sünnədə gələn keçmiş xəbərləri, keçənlərin xəbərlərini oxumaqla çox hədislərdə, yəni faydalı çox hədislərdə gəlmişdi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm səhih olaraq ki, o xəbərlərin ən nəql olunan ən doğrusunu nədir demişdi sallallahu əleyhi və səlləm.
Yəni bunu oxumaq lazımdır, bunu bilmək lazımdır. Sonra bundan sonra isə tarixçilər nəql elədiyi şeyə baxmalısan. Demək, Quran, sünnə, sonra tarixçilərin nəql elədiyi. Və vacibdir ki, tarixçilər nəyə nəql etsə ondan ehtiyatlı olmaq. Çünki ora uydurmalar çoxlu daxil olubdur. O Quran sünnədə olmayan şeylər, yəni insan çaşa bilər, yəni. Çünki deyir, tarix kitablarının çoxu əslə və əsli və isnadı yoxdur. Tarixdə deyilibdir, o da nəql edilir. Yəni insanlar arasında deyilibdir və vacibdir ki, çox ehtiyatla davranırsan, ehtiyatlı olasan. İnsan həris olmalıdır ki, tarix kitablarını oxuduqda çox rıfqla tabi olsun. Yəni oxudum, əməl edin, oxudum, yayın belə yox. Çox ehtiyatla davranın. Yəni səhih tarix, İslam tarixi kitabı tamamlarsan müstəqil olaraq. Yalnız o Əl-Bidayə və Nihayə və yaxud da ki, Tarixi Bəğdad və başqaları, bunların hamısının və Ələm-i Nübələ, məsələn, Siyar-ı Ələm-i Nübələ, bunların hamısının içində alimlər görsən ki, bəziləri onu təhqiq ediblər, düz çətindir biraz, amma ediblər bəzilərini. Bəzilərini seçindən çıxardıb, müstəqil nəsə kitablar, nəsər olaraq yazırlar belə. Amma onların içində o qədəm zəiflər, əsli olmayan, sənəd olmayan sözlər, rəvayətlər vardı. Sonra bu varid olan xəbərlər, Quran sünnədən başqa yerdə, yəni ki, varid olan, bu özü 3 qismə bölünür. Birincisi, bizim şəriətimiz onun batilini şahidlik edir. Bu vacibdir, rədd olunsun. Onun xata bəyan olmalıdır, yalanı bəyan olmalıdır. Hətta insanlar bəsirət üzərində olsunlar. İkinci qism odur ki, Quran sünnə onu təsdiqləyibdir. Bu Quran sünnə şahidliyini, ona səhihlik şahidlik edibdir. O nədir? Qəbul olunur. Üçüncü odur ki, Quran sünnə onu təsdiqləməyibdir. Sadəcə dayanıbdır. Nə yalanlayıbdır, nə doğrulayıbdır. Çünki deyək, keçmiş ümmətlər, onlarla bizim aramızda isnad yoxdur. Bizi birləşdirən bir isnad yoxdur. Ki, hətta biz bunun səhihliyini bilək ki, onlardan səhih mi gəlib, yoxsa yox. Lakin İsrailiyyətlərdən nəql olunan xəbərlər vardı ki, əgər o barəsində dayanılıbsa, Quran sünnə sakit durubsa, heç nə deməyibsə də, bu nə rədd olunur, nə də qəbul olunur. Deyirsən, belə bir şey var. Nə rədd etsin, nə də qəbul edirsən. Bu adillikdir. Sonra müəllif rahmetullah burada bu bölümdə bir hədis gətirir. El-keyyisu men dâne nefsehu ve amile lima ba'del mevt vel-acizu men etbe'a nefsehu hevaha ve temenne alallahil emani. Hədis sənədi zəif olsa da o mənası səhihdir. Keyyiz kimdir? Keyyiz həzm olan, yəni fatin olan kəsə deyirlər. Yəni hər bir fürsətdən istifadə edib öz nəfsini hesaba çəkən kəsə deyirlər. Keys, kəsdir. Ki bu öz nəfsini nə edir? Öz nəfsini hesaba çəkir. Yəni vacibləri boş yanaşmaz, haramlardan çəkinər. Yəni, bilir ki, məsəl üçün nə vacibdir onu edər, nə haramdır ondan çəkinər. Bu keys kəsdir. Öz nəfsini islaha aparır. İslah edir. Amma aciz olan kəs o kəsdir ki, öz nəfsini havasına tabi edir. Nəfsi nəyə istəyirsə də onu götürür. Nə istəmirsə də onu tərk edir. İstər həmin şey Allahın şəriətinə muvaffəq olsun, istərsə olmasın. Əuzubillah. Bu aciz kəsdir. Həmçinin aciz kəs o kəsdir ki, necə ki, bu günlərdə daha onlar çoxdur, öz nəfslərini havalarına tabi edirlər. Allahın kitabına və yaxud da Muhammed sallallahu əleyhi və səlləm sünnəsinə müxalif olan şeylərə fikir vermirlər. Vecdənə deyil. O şeyləri acizdir. Allah Taala'dan özümüz və sizlər üçün və həmçinin həmin kəslər üçün hidayət istəyirik. Və təmənnə alallahil əmani. Yəni təmənnə alallah əmani nə var? Arzularla yaşayır. Allah bağışlayacaqdır, Allah bağışlayandır. Sonra şeylərə düz yolda gedərəm, sonra namaz qılaram, sonra bu təmənni Allah əməni, yəni buna belə deyirlər. Yəni sonra günahı tərk edərəm bu formada. Allah Subhanahu taala mənə hidayət versin. Nəsihət etdikdə, yəni
deyir ki, Allahdan mənim üçün hidayət istəyənlər. Bu indiki çox insanların halı belədir də. Budur, bu aciz kəsdir. Buna oxşar şeylər. Bu aciz kəsdir, amma olan kəs odur ki, ölümdən sonra bir həyat üçün əməl edir, öz nəfsini hesaba çəkir. Yəni özündə Allahın əmrini yerinə etmək üçün qüvvəti olur. Allahın dinini yerinə etmək üçün özündə qüvvəti olur. Ki, hətta öz nəfsini neynəsin, saxlayıb onu tərbiyə eləsin. Və illə fə innəllaha yəqulu fi kitabihi an zəvcətil aziz. Yəni, burada nəyə demək istəyir? Yoxsa deyir, yəni, bütün insanların nəfsləri onlara pisliyə əmr edir. Yəni, bu şey var. Amma o demək deyil ki, sən bu şeyə tabi olmalısan, aciz olmalısan. Biz ki, Allah Teala Əzizin arvadı barəsində deyir ki, وَمَا أُبَرِّئُ نَفْسِي إِنَّ النَّفْسَ لَأَمَّارَةٌ بِالسُّوءِ إِلَّا مَا رَحِمَ رَبِّي. Mən öz nəfsimi təmizə çıxartmıram. Həqiqətən nəfs pisliyə əmr edir. Yalnız Rəbbim kimə rəhm edirsə, hansı nəfsə rəhm edirsə, ondan başqa. Həqiqətən nəfs pisliyə əmr edir insana. Yəni bu problem sən ona pisliyə əmr edənə tabi olmandır. Ən problem yeri buradır. Yoxsa bu vardır yəni. Allah Subhanahu Taala'dan istəyirəm ki, bizlərə və sizlərə rəhm eləsin öz rəhməti ilə və bizlərə onu zikr eləməyə, onu şükür eləməyə, onu gözəl ibadət eləməyə kömək etsin. Gələn səfər 10-cu bölümü bu kitabda götürək. Allah Taala'dan istəyirəm ki, bizlərə istifadə edenlərdən eləsin.